Tənqidi videolarım aidiyyatı qurumlara gedib çıxır, onlar da izləyirlər və müxtəlif yollarla mənə mesajlar göndərirlər ki, Könül Cəfərli bizim haqqımızda niyə belə deyib, niyə elə deyib və s. Nəyi düz deməmişəm? Hansı cümləm səhvdir? Bir cümləmi ortaya çıxarın ki, dediyim bir cümləni ki, o cümləni səhv demişəm. Məsələn, nəyi səhv demişəm? Banklar 30% ilə kredit verir və insanların beli qırılır. Vətəndaş bilmir ki, aylıq maaşına dolansınmı, yoxsa bank kreditlərini ödəsin. Niyə məsələn Yapı Kredi Bank Türkiyədə, öz ölkəsində 5-10% ilə kredit verir, amma Azərbaycanda 30% ilə? Niyə? Nə üçün süpürgəçi bir nəfərin maaşını alıb 5 nəfərin yerinə işləməlidir? O qalan 4 nəfərin maaş kartı kimin cibindədir? Bunu mu səhv deyirəm? Nəyi səhv deyirəm? Niyə istismar müddəti başa çatmış avtobusları yenidən xəttə buraxırlar? Nə üçün vətəndaş 50-60 qəpik pul ödəyib, ya ayaq üstə gedib gəlməlidir, ya da yolda qalmalıdır? Niyə biz ödədiyimiz pulun qarşılığında nəqliyyat xidməti ala bilmirik? Budur səhv. Bunu mu səhv demişəm? Niyə kəndlilər öz məhsullarını şəhərə gətirib, məsələn, Bakıya gətirib sata bilmirlər? Nə üçün? Niyə kəndlilərin örüş sahələri satılır? Bilmirlər malqaranı harda otarsınlar? Budur, bunu mu səhv demişəm? Yəni, nəyi səhv demişəmsə qeyd edin, biz də bilək. Nə üçün pensiya yaşı 65 olmalıdır? Baxın iş elanlarına. 40 yaşa qədər hamı işçi axtarır. Yaxşı, 40 yaşdan 65 yaşa qədər 25 ildir. 25 ilə bu vətəndaşlar harda işləsin ki, işləməyə yer tapmırlar, nə yesinlər, nə içsinlər. Bunu demişəm. Bu dediyim sözün, bu dediyim cümlənin hansı səhvdir? Nə üçün Türkiyədə 20 manat olan dərman Azərbaycanda 50 manatdır, 60 manatdır? Niyə? Baxın, mən də bunu deyirəm, bunu danışıram. İndi bir nəfər mənə yazsın ki, bax elə bu videoda dediyim hansı cümlə səhvdir? Mən də bilim ki, bax bu cümləni səhv demişəm. Nəyi səhv deyirəm? Hansı cümləni? Deyin bilim. Mən də başa düşüm ki, demək səhv danışıram.